bilmədiniz. Tehranda, Kaşanda. Uzaqlardan gözüm seçər onları, xəyal gəlib aşıb keçər onları. Deməli, harda olsam da deyir, harda olsam da mən deyir onu tanıyıram. Karvan deyir yolunu azıb çaşanda deyir, mən bu qarlı dağları bələdəm. Hətta deyir Tehranda, Kaşanda olsam da gözümdən, xəyalımdadır bu. Heydər baba, göylər bütün dumandır. Günlərimiz bir-birindən yamandır. Bir-birinizdən ayrılmayın, amandır. Yaxşılığı əlimizdən alıblar, yaxşı bizi yaman günə salıblar. Tövsiyə var. Bax, Heydər baba deyir. İnsanları necə tutur? Bir-birinizdən ayrılmayın deyir. Bir soruşun bu qarğınmış fələkdən. Nə istəyir bu qurduğu kələkdən? Deyinə keçir ulduzları ələkdən. Qoy tökülsün bu yeryüzü dağılsın. Bu şeytanlıq qurğusu bir yıxılsın. Deməli, dövrdəki şeytanlıq qurğusunun yıxılmasını arzulayır. İndi baxaq, bu ayrı düşmüş eli. Bax, ayrılıq dərdi. Uşaqlar, baxın, ayrılıq dərdi var burada. Nə var? Ayrılıq dərdi. Gör nə deyir. Qələmi çox qalın seçmişəm. Bir uçaydım bu çırpınan yelinə, bağlaşaydım dağdan aşan selinə, ağlaşaydım uzaq düşən elinə, bir görəydim ayrılığı kim saldı. Ölkəmizdə kim qırıldı, kim qaldı? Deməli, xalqın ayrılıq dərdi, şimalla cənubun ayrılıq dərdi. Heydər baba, bax, Heydər babadan istək var, istək. Heydər baba dağa müraciət edir. Mərd oğullar doğginə, namərdlərin burunları novginə. Gədiklərdə qurtları tut boğginə, qoy quzular ayın şayın otlasın, qoyunların quyruqların qatlasın. Yəni, qoyunlar rahat olsun da, rahat, sərbəst otlasınlar. Heydər baba, yenə dağa müraciət. Sənin, bax, Heydər babaya nə var yenə? Yenə alqış var. Heydər baba, sənin könlün şad olsun. Dünya varkən ağzın dolub dad olsun. Səndən keçən tanış olsun, yad olsun. Deynə mənim şair oğlum Şəhriyar. Bir ömürdür qəm üstündə qəm qalar. Bax, özünün, o türklər demiş, mutsuz keçən həyatı. Deyir ki, səni alqış eləyir. Deyir, denən ki, kim səndən keçsə, tanış da, yad da keçsə, onlara denən ki, mənim şair oğlum Şəhriyar bir ömürdür qəmin üstündə qəm yığır. Ömrünün o dərəcədə şən olmadığını. Deməli, birinci hissənin son bəndində öz Şəhriyar neynədir? Öz təxəllüsünü söylədi. Keçdik ikinci hissəmizə. Heydər baba, yenə Heydər babaya müraciətlə başlayır. Gəldim səni yoxlayam, bir də yatam qucağında yoxlayam. Ömrü qovam, bəlkə burada haqlıyam. Uşaqlığa deyən bizə gəlsən bir, aydın günlər, ağlar yüzə gülsən bir. Gəldim səni yoxlayam deyir. İstəyirəm uşaqlığa deyəm ki, bir adında yenə qonaq gəlsin bizə. Üzümə gülsün uşaqlığım. Heydər baba, çəkdin məni gətirdin, yurdumuza, yuvamıza yetirdin. Yusifivi uşaq ikən itirdin. Deməli, Yusif kimdir? Şəhriyar. Özünü kimə bənzətdi? Heydər babaya. Uşaq, qoca Yaqub. Deməli, bir də deyirəm. Özünü kimə bənzətdi Şəhriyar? Yusif peyğəmbərə. İtkin düşən Yusif peyğəmbərə. Heydər babanın kimə bənzətdi? Qoca Yaquba. Bax, ikinci hissənin ikinci bəndi yadda saxlayın. Deyir ki, Yusifivi uşaq ikən itirdin. Qoca Yaqub yəni Heydər babanı nəzərdə tutur. Baxın, qoca Yaqub, itirmişsənsə də tapıbsan deyir. Qabalayıb qurd ağzından qapıbsan. Gedənlərin yeri burada görünür. Deməli, ölən insanları, rəhmətə gedənləri xatırladı. Xanım nənəm ağ kəfənin bürünür. Biz xanım nənənin o birinci rəhmətə getdiyini harada bildik? Deyir, Fatma nənəm mənə corab bağlardı, xan nənəmi yada salıb bağlardı. Xanım nənəm ağ kəfənin bürünür. Dalımcadır, hara getsəm sürünür. Bax, xanım nənənin ruhu. Xanım nənənin ruhunun nitqi, bax, ruhu deyir. Ruhu xəyalında da. Bala, gəldin, niyə belə gec gəldin? Səbrim sənlə güləşdisən, güc gəldin. Mən deyir, səbirli olmağa çalışdım, amma sən səbrimi daraltdın da, niyə gec gəlmisən? Nənənin ruhu, yəni mən sanki deyir, arxamca gəzir, elə deyir. Zaman keçir, üfüqlərdə toz qalır. Karvan kimi uzaqlarda toz qalır, toz salır. Duman gəlir, ürəkləri çulğalır. Ürək deyir, bax, burada ürək nə deyir görək? Görək Şəhriyarın ürəyi ona nə deyir? Zaman, keçmə, amandır. Keçənlərdə gözüm var, bir dayan, dur. Ürəyi neynir? Ürəyi istəmir ki, ömrü keçsin. Uşaqlığından doymayıb hələ. Çox şükrü var, bax, şükür eləyir.
Yenə gəldik, görüşdük. Niyə şükür eləyir? Heydər babanı yenə gəlib gördüyü üçün. İtənlərdən, bitənlərdən soruşduq. Küsmüşüdük, Allah qoysa barışdıq. Bir də görüş qismət ola olmaya. Ömürlərdə fürsət ola olmaya. Yəni sabah ümidi yoxdur ki, bilmir nə zamana qədər yaşayar ki, bir də gəlib buranı görə bilər yoxsa yox. Burada xəyal meydanları genişdir. Dağlar, daşlar bütün mənlə tanışdı. Görcək məni Heydər baba danışdı. Bax, həmişə sizə deyirəm, dağın nitqi varmı? Güya dağ danışırmı sanki? Bax, obrazlaşdırılıb görsəz, güya dağ da buna nəsə deyir. Bu nə səsdir sən aləmə salıbsan? Gəl bir görək özün harda qalıbsan? Deməli, dağ nə soruşdu? Heydər baba nə soruşur bundan? Deyir, nə hay-həşir salmısan, Gəl görək bir özün harda qalmısan? Bunu kim deyir? Heydər baba deyir, dağ deyir. Bu xırmanda aradanxır oynardıq. Bax, bunu dünən soruşdum, bilmədiniz. Aradanxır oyun adını bunu deyir, bu oyunun adını çəkir. Comalaşıb qarışqa tək qaynardıq. Yavaş-yavaş bağçalarda ağnardıq. Ağaclardan çilik ağac kəsərdik. Qoruqçunun qorxusundan əsərdik. Niyə? Bağçadan gedib ağacı kəsdiklərinə görə qorxucudan qorxurdular. Bu tövlədə sarı inək doğardı. Xanım nənəm inəkləri sağardı. Ana iyisi dam divardan yağardı. Mən buzovu qucaqlardım, qaşmasın. Deyərdi, bax, badiyad olsun, daşmasın. Deməli, nənəsi inəyi sağanda buna deyirdi ki, sən də buzovu saxla. Bu damlarda çoxlu cızıq atmışam. Uşaqların aşıqların udmuşam. Qurquşunlu saqqa alıb satmışam. Uşaq necə heç zadla şad olar. İndi bizim qəmi tutmur dünyalar. Heç nə ilə deyir, heç nə ilə. Bax, qurquşunlu saqqa satmaqla xoşbəxt olurdum, deyir. Heç nə ilə xoşbəxt ola bilirdim. Amma indi bizim, deyir, qəmimizi dünyalar tutmur. Məktəb qalır, uşaqlar dərs alırlar. Həmin o Şəhriyarın oxuduğu məktəb qalır. Uşaqlar da orada dərs alır. Hey yazırlar, hey pozurlar, yazırlar. Molla İbrahim özü evi qalırlar. Deməli, Molla İbrahim özü qalır, bu sağdır. Amma bizim yoldaşlardan qalan yox. Baxın, sinif yoldaşları yoxdur, qalmayıb. Bunlardan bir bizi yada salan yox. Bunun yoldaşları qalmayıb, o da təbii hadisədir ki, indiki məktəbdə dərs alan uşaqlar da bunları yada salmır. Sala bilməzlər, sözsüz ki, onların dövrünün uşaqları deyil ki. Bir vaxtında bu məktəb pərgar idi. Bir Müseyib, bir Məmdəsən var idi. Sizin öz yoldaşlarını xatırladı, bax. Kimləri xatırladı? Müseyiblə Məmdəsən. Biri xəlifə, biri vərzişkar idi. Axund bizlə oynar, yəni onlarda oyunda bölgülərini göstər. Axund da bizlə oynamağa gedir. Həmişə deyirəm ki, bu Axund hansı Axunddandır? Bu, Müsibət Fəxrəddindəki Axunddur. Uşaqlarla oynayır, görürsünüz, yaxşı Axunddur. Özü bizə oynamaq öyrədərdi. Dedim, balam, o Məmdəsən nə olubdu? Deməli, yoldaşını xatırladır. Sonra gəlib də, kəndə gəlib, soruşur ki, o Məmdəsən nə oldu? Məlum oldu, tifil bala ölübdü. Nə var, burnundan qan gəlibdi. Bir yel əsir, baxırsan Məmdəsən yox, bu kənddə bir burun qanı kəsən yox. Deməli, bunun yoldaşı olan Məmdəsən niyə öldü? Burun qanından. Burun qanına axdı, amma həkim yox idi deyə burun qanını kəsə bilmədilər. Məmdəsən, bir yel əsdi, baxırsan Məmdəsən yox, bu kənddə bir burun qanı kəsən yox. Dedim, deyin Müseyibə nə gəl? Gəlin görək, Müseyib də acından ölür. İndi gəlin görək, Müseyibə nə gəl? Dedim, deyin Müseyibə nə gəldi? Qulam gördüyüm ağlar göz elə gəldi. Deməli, Qulam, əgər bizdən soruşsa, məsələn, Qulamla Zeydi, məsələn, oxşarlığı belə bir test düşsə, Zeydlə Qulam, hər ikisi, deməli, nə edir? Birinin ölüm xəbərini digərinə çatdırır. Bax, Qulam ağlar gözündən gəlib, Müseyibin ölümünü Şəhriyara çatdırır. Necə ki, Zeyd əsasən kimlərin ölümünü Məcnuna çatdırır deyə, bax elə. Müseyibə nə gəldi? Qulam gördüm, ağlar göz ilə gəldi. Dedi, o da bahalıq düşdü, öldü. Deməli, Müseyib niyə ölüb? Bahalıqdan. Dedim, yazıq bizlə hasıl bölənlər. Bitməyəndə acılarından ölənlər. Müseyib niyə öldü? Bahalıqdan, acından. Bu məktəbdə şeirin şəhdini dadmışam. Şəhd sözünü biz bilirik. Şəhd sözlü, bal sözlü. Bu məktəbdə deyir, şeirin balını dadmışam. Axundun ağzından qapı budmuşam. Ona dərs verən Axundu. Gahdan da bir Axundu allatmışam. Görək, niyə alladırmış Axundu? Başım ağrır deyib, qaçıb getmişəm. Bütün uşaqlar kimi baş ağrısını bəhanə edib dərsdən qaçıb. Bağçalarda gedib gözdən etmişəm. Azad olanda məktəbdən çıxardıq. Yəni, zəng vurulanda, evə getmək olanda.
Hücum çəkib bir-birini sıxardıq. Yolda hər nə gəldi vurub yıxardıq. Uşaq demə. Bax, ipin qırmış danadır. Deməli, uşaqları nəyə bənzətdi? Danaya, ipi qırılmış danaya. Özü də bir dana demə, 50 danadır. Deməli, uşaqların o davranışını, yolla getməyini 50 dənə danaya bənzədir. Ki, yəni dəli dana kimi vururduq, yıxırdıq. Normal uşaqlıqdır da. Bütün oğlan uşaqları kimi. Kəndli yazıq çıraq tapmır yandıra. Baxın, artıq burada bəzi ictimai məsələlərə toxunur. Bax, birinci hissə əsasən nədir uşaqlar? Birinci hissə əsasən öz xatirələri. Bax, mənim özü o vaxt Zaçota düşmüşdü məndə. Birinci hissə xatirələrdə uşaqlıq xatirələrini danışır. İkincisi də biraz düzdür. Əslində o deyir ki, Şəhriyar, məndə siyasət adlı mərəz yoxdur. Siyasətdən mümkün qədər uzaq durmağa çalışır. Siyasət adı deyil, xəstəlik yoxdur məndə. Amma burada görürsünüz, birbaşa artıq kəndlərin vəziyyətini dilə gətirir. Ərbabları danlayır. Baxın. Kəndli yazıq deyir, çıraq tapmır yandıra. Görüm sizin bərqiz qalsın andıra. Kim bu sözü ərbablara qandıra? Nədir axı bu millətin günahı? Tutsun sizi görüm məzlumların ahı. Kəndli çıraq tapmır, amma onların da bərq vurur deyir. Bərqləri andıra qalsın deyir. Bu millətin günahı nədir ki deyir? Nədir ki, yəni bu gündə yaşayırlar? Hər nə alır, baha verir qiyməti. Ucuz fəqət əkinçinin zəhməti. Deməli, yeganə ucuz olan o dövrdə nə idi? Əkinçinin zəhməti idi. Bitənindən artıq bitən ücrəti. Kənd uşağı gedir yolda işləyə, orada bəlkə qəndi tapar dişləyə. Bax, kənd uşağının adi bir qənd tapıb dişləmək üçün, bir tikə çörək üçün işləməyə gedir. Bax, bu kənd uşağı bizə hansı uşağı xatırladır? Bir tikə çörək üçün kasıblıqdan işləyən kim idi? Bahar. Bahar əsərindəki Bahar uşağı xatırladır. Kəndli gəlin kimi dünyanı bəzər. Bax, gör nə deyir? Deyir, kəndli sanki bir gəlin deyir, dünyanı bəzəyir. Çünki niyə? Onun əkdikləri satılır, onun istehsal etdikləri satılır. Öz arvadı yamağa düzər. Kəndli deyir, gəlin kimi dünyanı bəzəyir. Öz övrəti amma yamağa düzür. İynə bəzər xalqı özü lüt gəzər. Deməli, iynə bəzər xalqı özü lüt gəzər deyəndə kimi nəzərdə tutur? Kəndlini. Kəndi deyir, iynə kimidir? Dünyanı bəzəyir, amma öz arvadı yamaq salır paltarlara, yamaqla geyinirlər özləri. İndi də var, çarşablar al baxdı. Uşaqların qıç paçası çılpaqdır. Bax, kənd uşaqlarının qıç paçası çılpaqdır deyir. Özü dünyanı bəzəsə də, amma özləri çılpaqdır. İynə kimi, bax, iynə kimi deyir. Dünyanı bəzəyir, özü lüt gəzir. Bu zəmidə gedib gözdən itərdik. Tonqal qurub stülləri ütərdik. Deyib gülüb muradına yetərdik. El də gülsün, muradına yetişsin. Ürəklərin yaraları bitişsin. Alqış var. Heydər baba, səndə dəfinələr var. Bax, yeri gəlmişkən, dəfinə xəzinələrdir. Dəfnə ağacı başqa şeydir. Bu dəfinədə i var. Səndə dəfinələr var. Dağlar vədiyəsi xəzinələr var. Amma sənə bənzər də sinələr var. Bu sinələr dağlar ilə danışır. Dağlar kimi göylər ilə qonuşur. Heydər baba, səni vətən bilmişdim. Deməli, Heydər babanı vətənə bənzədir. Vətən deyib baş götürüb gəlmişdim. Səni görüb göz yaşımı silmişdim. Deməli, düşünürdü ki, biraz uşaqlıq xatirələr olan dağı görüb göz yaşını siləcək. Amma görək nə olur? Amma əksinə, görək nə olur? Halbuki lap qəmli qürbət səndəymiş. Qara zindan, acı şərbət səndəymiş. Niyə? Heydər baba deyir, səni vətən bilmişdim, deyirdim kədərim azalsın. Amma gəldi əlbəttə ki, qəmli qürbət gördü. Hansı gördü? Amir Qafar kimi məzlumlara dayaq olan adam, seyidlərin tacı olan adam yoxdur, yoldaşları yoxdur. Heç yada da düşmürlər, təbii hadisədir. Bunlar yaşlı bir nəsil, indiki nəsillər məktəbdə oxuyur, düzdür. Amma bunlar yada bizi xatırlamırlar deyir. Gördü ki, yoldaşının biri Məmdəsən burun qanından ölüb, Müseyib azlıqdan ölüb, hansı könüllü şadlana bilərdi ki? Kim qaldı ki, bizə buğun vurmadı, atdan bizə kələk qurmadı, bir mərd oğul bizə havar durmadı. Şeytanları qucaqlayıb gəzdiniz, insanları ayaqlayıb gəzdiniz. Divar ucaldı, gün bizə düşmədi, bax. Göydələnlərdən danışır, uca binalardan danışır. Zindan qaraldı, göz gözü seçmədi. Gündüz gözü mənim lampam keçmədi. Sel də bastı, evimiz dolub, göl oldu. Sel evimizə bastı, baxın. Çox yazığın evi çönüb çöl oldu.
Bu bağçadan alçaları dərərdik. Qış adına çıxıb damda sərərdik. Alça qurutmaqdan danışır. Hey də çıxıb yalandan çöndərərdik. Qış zumarın yayda yeyib doyardıq. Deməli, çöndərmə adından çıxırmışlar, yeyib qutarırmışlar. Bir küllü də minnət xalqa qoyardıq. Nə minnəti qoymuşlar? Yəqin deyirmişlər ki, hələ sevinində çıxıb çöndərməyə çıxırıq. Gedib də orada yeyib qutarırmışlar qış gələnə qədər. Evlər qalır, ev sahibi yox özü. Ocaqların ancaq işıldar közü. Gedənlərin az çox qalıbdır sözü. Bizdən də bir söz qalacaq ay aman. Kimlər bizdən söz salacaq ay aman. Aşıq deyər, bir nazlı yar var imiş. Eşqindən odlanıb yanar var imiş. Bir sazlı sözlü şəhriyar var imiş. Odlar sönüb, onun odu sönməyib, fələk çönüb, onun çarxı çönməyib. Heydər baba, bax yenə. Heydər babaya yenə müraciət. Alçaqların köşk olsun. Bizdən sonra qalanlara eşq olsun. Keçmişlərin gələnlərə məşq olsun. Övladımız məzhəbini danmasın. Hər içi boş sözlərə aldanmasın. Gələcək nəsillərə tövsiyə ilə bitirir. Ana dilindədir, heca vəznindədir, poema janrındadır. Əsərin əvvəlində qeyd elədim. Süjet xətti yoxdur. Necə yoxdur? Məsələn, istəsən bax birinci bunu deyə bilərsən, ikinci bunu. Heç bir ardıcılıq pozulmur. Çünki məsələn kimsə anadan olur, məsələn Məcnun Leylidəki kimi. Gedir anadan olur, böyüyür, qız Leylini görür, sevir, sonda ölür. Yəni belə bir ardıcılıq yoxdur. Lirik poemadır, bəli. Lirik poema olduğuna görə təhkiyə yoxdur deyirik. Təhkiyə olmadığından təhkiyə aparıcıdır fikrini yanlış götürürsünüz. Təhkiyə yoxdur. Çünki bir baş vermiş bir hadisəni sizə nağıl eləmir. Öz fikrini, subyektiv fikrini Heydər bəy haqqında deyir. Poema xalq danışıq dilində yazılıb. Gördünüz, gəldik, gördük, görüşdük. 3A2B şəklində, yəni 3 üstə gəlir ki, bayaq dediyim kimi müxəmməs deyil, çünki qafiyə müxəmməsə uyğun deyil. 2 hissədir. Birinci hissə 77 bənddir, romantik duyğulardır. İkinci isə 48 bənddir. Gerçək mövqeyi, bayaq dediyim, birincidə uşaqlıq xatirələri, ikincidə artıq deyir ki, kəndli yazıq-çıraq tapmır, yandıra. Yəni ikincidə bəzi olan məqamlara toxunur. Poemanın yazılma səbəbi, bayaq dediyim, anasının sözlərinin təsiri, özünün etiraf etdiyi kimi uşaqlıq illərində bərabər oynayıb, əyləndiyi insanların zövqünü oxşamaq. Oxşayan parça yazmaq arzusu. Dağ obrazı özünə məxsus yer tutur. Dağ vətənin rəmzidir. Niyə? Dedi Heydər baba, səni vətən bilmişəm, vətən. Dağ həm yüksəkliyə, Allaha yaxınlığa işarədir. Əsərdə şairin özünün də bədii obrazı canlandırılıb. Əsər dağa müraciətlə yazılıb. Heydər baba dağına həm də uşaqlıq xatirələrinin şahidi kimi üz tutur. Şairin fikrincə, yalnız namərdlərin burunlarını oba bilən mərd, vətənpərvər oğulların doğulması ilə xalq əsarətdən xilas ola bilər. Şairin doğma yurtla bağlı arzuları da əksini tapıb. Poemada üstörtlü şəkildə xalqın azadlıq düşüncələri, bütöv birlikdə olmaq niyyəti də əksini tapır. Heydər baba dağını uşaqlıq qibləgahı adlandırır. Ana dilimizin möhtəşəmliyini deməli təsdiq edir. Xalq etnoqrafiyasına məxsus cizgilər var idi. Təbiət təsviri, xalq mərasimi, dedim ki, bayram adətlərimiz. Uşaqlıq xatirələrinin təsviri əsas yer tutur. Ailəsi haqqında var. Dedi, mənim atam süfrəli bir kişi idi. Gözəllərin deyir, axıra qalmışıydı. Sürgün illərindən danışmır. Sürgün yox idi. Gördük sürgün illərindən? Yox. Sürgün illərinə ağır adısını əks etdirir deyəndə yanlış götürürük. Xoşgünəba səfəri yazılmasında mühüm rol oynayır. Dedik bayaq onu. Poemada xalqa, vətənə sonsuz sevgi, Novruz bayramı ilə adətlər, psixoloji anların da təsviri, müəllif tələbəlik illərindən nakam məhəbbəti yox idi. Eşitdirsiniz tələbəlikdən, nakam məhəbbətdən. Poemada müəllif xatirələrində canlandığı obrazlar. Dedim bayaq. Aşıq kim idi? Aşıq Rüstəm. Çayda paltar yuyur, Həci xala. Damları sıvıyır, Məmməd Sadıq. Nənə qızın gözləridir, Rəxşəndənin sözləri. Seyidlərin tacı, mərdə şirin, namərdə acı, məzlumun haqqını qoruyan Amid Qafar. Heykəli Tolstoy baba Mir Mustafa dayı. Həm də Mir Mustafa dayı deyir, məscidlərin, məclislərin yaraşığı idi. Süfrəli bir kişi. Xalq əlindən tutmaq onun işi, müəllifin atası. Bizə oynamaq öyrədən Axund idi. Dedim ki, bu Axund Müsbət Fəxrəddindəki Axunddur. Qoca Yaqub deyəndə Heydər baba dağını, Yusif deyəndə müəllif özünü. Yusifi deyir, uşaq ikən itiribsən. Qoca Yaqub, itiribsən də sədə tapıbsan deyir.
Dağla danışdığı kimi dağ da danışır ondan. Bax, bu nə səsdir sən aləmə salıbsan. Gəl bir görək özün harda qalıbsan. Aradan xır oynadıqlarını xatırlayır müəllif. Kənd cəmaatının ağır vəziyyəti təsvir olunur. Birinci hissənin son bəndində müəllif öz adını çəkir. İkinci hissədə ən sonuncu bənddə deyil, ondan əvvəlki bənddə adını çəkir. Bütün bəndlərdə Heydər Badağın adı çəkilərək müraciət edilmir. Bütün bənddə gördük Heydər Baba, bəzi görürük, əksər yerlər, bəzi demək olmaz, əksər. Ancaq əksər bəndlərdə belədir. Əsərdə kəndlilərin yoxsul vəziyyəti, ayrılıq dərdi, bir uçaydım deyir bu çırpınan yeri ilə, bağlaşaydım dağdan aşan seli ilə, ağlaşaydım ayrı düşən eli ilə, bir görəydim deyir ayrılığı kim saldı, ölkəmizə kim qırıldı, kim qırıldı. Yamanlığın yaxşılığı üstələməsi, yaxşı bizi yaman günə salıblar deyir, yaxşılığı əlimizdən alıblar, yaxşı bizi yaman günə salıblar. Bir-birinizdən deyir ayrılmayın, amandır. Bax o hissədə deyir bunu. Belə, bu qədər. Bugünkü izahımız bu qədər.